Səhər saat 6-da yollanırıq Tufan dağa. Saat 6-da hələ profka var, yəni profka çoxdur həqiqətən də. Hava işıqlananda mən yatıb qalxmışdım. İçəridən iyi gəldi, Nicatdan şübhələndik hamı, yəni o şübhəli idi. Şam axıdayıq indi də. Mən olmuşam bir dəfə, indi bir də oldum. Hava çox dumanlı idi, həqiqətən də yollar çox dumanlı idi. Burada durduq ki, xaş yeyə bilmədik, çox təəssüf ki, pomidor yumurta yedik. Müfid deyə hamı çox xoşbəxt idi, bəli, gülürlər, görürsən. Sonra yollanırıq İsmailliyə. İsmaillidən sonra da qalacağımız yerə gedirik. Bax, burada Afrimdə qalacaq gecə istibasını da içmişik. Yollanırıq qanata minməyə. Qanat da odur, bax, gedir oradan, görək nədir o qanat. Qanatdan qalxırıq düz yuxarı o dağın təpəsinə. Oradan da elə belə heç nə yox idi maraqlı o təpənin başında. İndi oradan da aşağı gedəcək. O nədir o aparatın adı nədir? Mindim, düşürəm aşağı. Getdim. Qabaqda turistlər var idi, profka yaratmışdı. 3 dənə qız idi. Ona görə yaxşı həyəcan vermədi. Turistlər profka yaratmışdı. Onlar olmasaydı daha yaxşı olardı. Burada da bu turist arvad özünü zırf dağıdır, qışqırır, ərəb idi. Burada da bax gördüyünüz ki, gün tamamlandı. Aşağı indik, gəldik restoranda yemək yedik ki, ac qalmayaq. Axşam da meyvə aldıq, gəldik qaldığımız Afrimə ki, yəyin yatağın. Bu da günün şəkili. Sağ olun, sağ olun.